Herkese salam, hər vaxtınız xeyir olsun. Sağ olsun qaynanam mənim üçün 2 kilo xiyar, daha sonra 10 litrə süd, 5 kiloya yaxın pendir almışdı. Mən də onları yerbəyer eləyərkən sizin üçün video hazırlamaq qərarına gəldim. Bunlarla başladım yerbəyer eləməyə. Əvvəlcə xiyarları arxalı önlü kəsirəm, daha sonra balaca bankaların içərisinə yerləşdirirəm. Evdə də xiyar olduğuna görə artıq qalan xiyarlar xarab olmasın deyə duzlu eləməyə qərarına gəldim. Hər şeyini hazırladım. Sarımsağını, stiotunu, hər şeyi hazırladım və bankaya yerləşdirdim. Bir çay qaşığı qədər sirkə əlavə edirəm. Bir xörək qaşığında isə duz əlavə edirəm. Daha sonra qaynamış suyu üstünə əlavə edib bağlayıram. Xiyar ruzularımız artıq hazırdır. 2 dənə balaca banka alındı. Bunları qoyuruq bir kənara və keçirik südümüzü yerbəyer eləməyə. Sütü dünən aldığına görə bişirmişdim artıq. Bir hissəsini isə qaynanam geri üçün qatıq eləyib göndərmişəm. Qalanını isə özüm üçün hazırladım və qoydum bir kənara qatıqın hazır olması üçün. İndi isə pendirləri yerbəyer eləmək istəyirəm. Əvvəlcə pendirlərin üzərindən su gəzdirirəm, biraz şorluğu getsin. Daha sonra isə onları da bir hissəsini bankalarda ayrı qoyacağım. Çünki çoxdur və bunları yəni belə açıq formada saxlasam iylənə bilər. Ona görə ayrıca qablarda, yəni bankalarda yığıb üzərinə isə duzlu su, anamın mənə öyrətdiyi duzlu suyu hazırlayacağam və qoyacağam. Yəni xarab olmasınlar. Pendirləri yuduqdan sonra süzgəcə qoyuram ki, suları biraz axsın. Daha sonra bankaları götürüb hər birini içərisinə yerləşdirirəm. Onları yerləşdirərkən mən sizə duzlu suyunu necə hazırladığımı buradan deyim. Anam öyrətdi. Dünən soruşdum ondan necə edeyimsə, o da mənə öyrətdi. İndi isə hazırlayıram. Öyrətdiyinə görə 3 litrə suya 1 yemək qaşığında duz əlavə etmək lazımdır və 1 çay qaşığı qədər isə şəkər tozu əlavə edib qarışdırırıq. Onu da öncədən bildirim ki, su qaynamış su, amma soyuq su olmalıdır. Yəni qaynadıb daha sonra soyutmaq lazımdır. Mən bunu əvvəlcədən soyudub qoymuşdum. Pendirləri bankaya yığdım. Daha sonra üzərinə hazırladığım suyu da əlavə edirəm. Pendirlərdə balaca bankalarda hazırlayıb qoydum. Bir qədər südümdən qalmışdı, yəni 10 litrə südü. Hamısını qatıq eləmək istəmədim. Qalan südü isə qatılaşdırılmış südü hazırlamaq qərarına gəldim. Qatılaşdırılmış südün reseptini isə səhifəmdə mövcuddur. Lakin bundan biraz fərqli olaraq mən bir yemək qaşığından da az un da əlavə elədim ki, daha tez qatılaşsın. Artıq işlərim bitdi. Məndən bu qədər. Əgər videomu bəyəndinizsə, bəyənib takip atmağı unutmayın. Belə videolar sizə xoşdursa, daha çox video istəyirsinizsə yorumlarda yazın.